Salam aleyküm hər kəsə. Demək, dünən bir video paylaşdım ki, UFC 313-ü, yəni Ankalaev Pereira, Gaethje, Rafael Fiziyevin döyüşünü mən öz Telegram kanalımda yayımlayacağım, göstərəcəm. Nədənsə çox böyük negativ kommentarla rastlaşdım və direktdə də lazımsız şeylər yazırlar ki, bəs dərəduzluq edirsən, nə bilim, dilənçilik edirsən, hərə bir şey yazır. Mənə çatmır ki, mən burada pis bir şey nə görürəm ki, öz Telegram kanalımda canlı açıram və şərh edirəm. Bəyən burada dilənçiliyi var, burada bəyən maşenniklik var, yaxud nə var. Hələ bəzi personajlar var, girirlər videonun altına başlayırlar ki, mən sizə burada pulsuz link göndərəcəm, nə bilim, hamı mənim direktıma yazsın. Başım başlayırlar belə xainlik eləməyə, paxıllıq eləməyə. Mən sizə bax bir şey demək istəyirəm ki, mən bu videonu yazanda dediyim o idi ki, siz proyektə dəstək olmaq üçün sadəcə 1 manat ödəyəcəksiniz və sağlam. Çünki ömür boyu mən TikTokda canlı pulsuz açmışam və hər kəsə kömək eləmişəm. İndi belə bir şey eləmək istəyirəm ki, proyektimi artırım, daha da keyfiyyətli bir canlılar aparım. Amma əfsuslar olsun ki, sən demə, bizim millətdə çox böyük sayda paxıllar var və içi xarab bir insanlar var. Sadəcə onları demək istəyirəm ki, bu qədər mundar olmaq lazım deyil də. Hələ orada artıq əski yazanlar var, sadəcə mən necə deyim, özümə sığışdırmıram ki, bu xanımlar, qız xeylaqları olan bir, belə deyək də, bir platformada, bir kütlədə mən orada artıq söyüşlərlə layiq ifadələr istifadə edim də, yəni belə. Və bu xainlərin acığına belə bir konkurs keçirdirəm. Telegram kanalımda olan izləyicilər, yəni kim ki orada bu qeydiyyatdan keçib izləyəcəklər, onların arasında bu nakladkaları, improvizator nakladkalarını razəqrət edəcəm və bir nəfərə, yəni bəxtəbəxt random bir formatda bəxtinə düşəcək, mən pulsuz götürəcək bunu. Ona görə dostlar, video dostlarınıza, tanışlarınıza deyin, Telegramda öz şərhimlə videonu paylaşacağım. Qeydiyyat yenə də simvolikdir, 1 manatdır. Yəni burada sadəcə belə deyək də, bu dilənçilik səviyyəsinə, bu acizi səviyyəsinə düşmək lazım deyil. Kim istəyirsə girsin, baxsın, sizinlə bir yerdə bu möhtəşəm MMA bayramını bir yerdə izləməyə şad olaram. Sağ olun, görüşənədək.